Qulağın kəsmişdilər, gözün oymuşdular, dodağın kəsmişdilər. Elə bilirəm hadisə bu saat. Bu saat yenə qapı döyüləcək ki, durun yenin bizim badvala. İlk dəfə mən getdim, atamın qəbrini ziyarət elədim. Mən onda ağlaya-ağlaya dedim ki, həyata 32 ildən sonra gəlmişəm, sənin qəbrini ziyarət edirəm. 1992-ci il 26 fevral Xocalı. Şəhidlər Xiyabanı Azərbaycanın ən səssiz, amma ən çox danışan məkanlarından biridir. Burada torpaq altında yatanlar arasında Xocalı faciəsinin qurbanları da var. Zaman keçir, nəsillər dəyişir, amma faciənin qurbanları unudulmur. Həqiqət olduğu kimi qalır. O gecə Xocalıda yüzlərlə ailənin həyatından tamam qaldı. Xocalı bir gecənin içində dağılan ailələrin, yarımçıq qalan talelərin, uşaqlığını itirən insanların hekayəsidir. İllərlə o faciələri biz unutmayacağıq. Ondan qabaq da o faciəni az-az törədirdilər, eləyirdilər, yaradırdılar. Çünki yol bağlanmış, Xocalıda bir üzük qaşı kimi ortadaydı. Bir tərəfimiz Əskəran, Xankəndi. Biz bir tərəfə yolumuz yox, vertolyotla ancaq işıq yox. Ancaq bizə vertolyot, yük vertolyotu un gətirirdi ki, xəmir qataq, ocaqda nəysə pişirək, ölməyək. Uşaqlar, qocalar, ağlaşa-ağlaşa, necə vahiməli gecə idi o gecə, ay Allah, necə vahiməli gecə idi. Kimi belə qolun tutub, qoluna güllə dəyib, güllə keçibdi, kiminlə ayağından axsiya-axsiya qana-xaxa. 1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədi ilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətə başladı. 1991-ci ilin oktyabrındansa Xocalı tam olaraq mühasirəyə alındı. 1992-ci ilin yanvarından şəhərə elektrik təchizatının verilməsi kəsildi. Hadisələrin baş verdiyi dövrdə bölgədə keçmiş Sovet ordusunun 366-cı motatıcı alayı da yerləşirdi. Bütün bunlarsa qanlı faciəyə hazırlığın nişanələri idi. Çünki mülki hava limanının yerləşdiyi bu ərazinin işğalı Ermənistana strateji üstünlük və Qarabağın qalan şəhərlərini ələ keçirmək üçün geniş imkanlar verirdi. Ermənilər o zaman Xocalını işğal etməklə Xankəndi Əskəran yolu üzərində bütün nəzarəti öz üzərlərinə götürdülər və ardınca digər işğallar həyata keçirdilər. Şuşa, Laçın və Ermənistanla Qarabağı birləşdirdilər. Sovet ordusundan qalma texnikadan istifadə edərək üç istiqamətdən hücuma başladılar. Polis və könüllülər kiçik sayda bir hərbi birləşmənin üzərinə böyük sayda bir ordu ilə hücuma keçib, mülki əhaliyə qarşı bəşəriyyətin ən böyük o dövr üçün soyqırımı törətdilər və beynəlxalq hüquqla ən ağır cinayəti törətdilər. Faciədən 2 il əvvəl, yəni 1990-cı ilin 20 yanvar hadisələri zamanı da Sovet qoşunlarının Bakıya daxil olması nəticəsində dinc sakinlər həlak olub. Bu iki hadisə Azərbaycan cəmiyyətində qanlı hadisələrdə SSRİ-nin və Moskvanın bölgədəki roluna dair sualları daha da gücləndirib. Çünki Bakı bir sıra hallarda bu prosesi Rus-Erməni hərbi əməkdaşlığının nəticəsi kimi qiymətləndirib. Məkirli oyunların günahsız qurbanları isə dinc əhali olub. Biz Qarqaz çayına girdik o gecədə, o qanlı gecədə. Gəldik hamımız Kətik dağlarına. Bütün Xocalının uşaqlı, qocalı, əskərli, böyüklü hamımız dolduq o Kətikin dağlarına. Biz hissələrə bölünə qırıldıq. Biz 270-280 nəfər adamdan 27 nəfər gəldik. Əynimizdə paltar yox, həm də qorxu, vahimə içində. Biz o yolu gedirdik. O yolu getdikcə taqətimiz düşürdü. Bizdən sual verirlər ki, niyə vaxtında qadınlar çıxmadı? Çünki yurt şirin idi. Biz qoyub yurdumuzu çıxmaq istəmirdik. Xocalı müharibənin mülki əhali üzərində yaratdığı nəticələrin ən ağır nümunələrindən biri idi. Meşədə də ayaqlarımız dondu, suya girdik, Qarqar çayına girdik. Çıxdıq, ayağımızı qoyduq daşın üstünə, ayağımızın dərisi yapışıb qalırdı o daşın üstündə. Elə meşə ilə yol getdik, onda 1-2 gündə meşə ilə getdik. 5 gün biz eləcənə, uşaqlar da yanımızda hamısı, deyirəm ki, mən evimi istəyirəm.
tut ağacı var. O vaxtın tut ağacım qapıda, çənim qapıda qalıb, armud ağacım. Bunları görəndə çox sevindim ki, həqiqətən mənim öz həyatımdır. Mən o biri kənddə, təmiz dağılıb yolun qırağında. Mən o kənddən bura gəlin köçmüşdüm. 34 il əvvəl Xocalıda törədilən amansız soyqırımı əbədi olaraq yaddaşlara həkk olunub. Lakin bugün regionda yeni reallıqlar mövcuddur. Xocalı şəhəri 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində erməni separatçılarından təmizlənib. Bu ədalət Azərbaycan dövləti, Azərbaycan ordusu bərpa etdi, Azərbaycan xalqı bərpa etdi, BMT-nin qətnamə və qərarlarını Azərbaycan dövləti yerinə yetirdi və bu hadisə ilə yanaşı Xocalıda və Azərbaycan digər ərazilərdə cinayət törətmiş şəxslər də, separatçılar da həbs olunaraq Bakıya gətirilib, məhkəmədə cavab verirlər. Bu abidə Xocalının səsini ifadə edir. Bu yalnızca bir ananın fəryadı deyil, bütöv bir xalqın yaddaşına həkk olunan ağrının ifadəsidir. Hər il 26 fevral tarixində bu abidənin önü həmin şəxslərin, həmin faciədə həlak olanların xatirəsini yad etmək məqsədi ilə qərənfillərlə bəzədilir. Tarix yenilənsə də unudulmur. Bugün Xocalı faciəsi Azərbaycanda dövlət səviyyəsində anılır. Paralel olaraq üzük qaşına bənzədilən bu bölgəmizdə keçmişin qaranlığı aydınlanır. İntensiv şəkildə yenidən qurma, bərpa və quruculuq işləri görülür. Xocalı şəhərinin özünə və onun bir sıra kəndlərinə, qəsəbələrinə, Əskəran qəsəbəsinə, Xanabad kəndinə, Təzəbinə kəndinə, Seydibəyli kəndinə, Daşbulaq, Ballıca, Xanyurdu, Şuşakənd və başqa bir neçə kəndə də mütəmadi olaraq köçlər davam edir. Yollar çəkilir, elektrik enerjisi təminatı, rabitə təminatı, su, qaz təminatı, hər şey, internet təminatı, iş yerləri. Bunlar hamısı paralel olaraq aparılır. Məktəblər tikilir, uşaq bağçaları tikilir. Yüksək şəkildə nə lazımdırsa dövlətimiz tərəfindən bunların hamısı olunur. Xocalı yaddaşımızın qanayan yarası, ədalət gözləyən səsidir. Günümüzdə də hadisənin hüquqi-siyasi qiymətləndirilməsi ilə bağlı proseslər davam edir. Həmçinin Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Xocalı soyqırımı memorial kompleksinin yaradılması haqqında 2025-ci il fevralın 25-də sərəncam da imzalayıb.